yağ parçalayan qida və yaxud da ki, müəyyən bir preparat və s. belə bir şey ümumilikdə yoxdur. İnsan fiziologiyasına zidd bir şeydir. Yağ parçalayan stres var. İndi deməyin, mən bütün günü stressdəyəm, elə stressdən söhbət getmir. Kortizol miqdarı doğrudan da fiziki aktivlikdən, fiziki stressdən doğmalıdır. Bəli, onda həm sizin deməli hüceyrələrinizin insulinə qarşı olan həssaslığı başlayacaq bərpa olunmağa, qan şəkəriniz nizamlanacaqdır, ümumilikdə insulin səviyyəniz aşağı düşəcəkdir. Əlbəttə ki, orqanizm stres və əlavə enerjiyə ehtiyacı olduğu üçün stres hormonları tərəfindən yağ hüceyrələrinizin daxilində olan depo halında saxlanılan triqliseridlər qana keçəcəkdir və enerji vasitəsi kimi mitoxondriyada istifadə ediləcəkdir. Əgər sizə çox maraqlıdırsa da yağ yandırma prosesi belə gedir. Və bu yağ yandırma prosesinin harasındadır zəncəfil? Harasındadır? Hardan barmaq elədi zəncəfil bura? Və yaxud da ki, nə bilmək, yağ yandırıcı, nə bilim nə, hardan bu şeylədir, hardan gəldi? Xahiş edirəm, yağ yandırma prosesini ümumiyyətlə biokimyasını oturun, araşdırın, oxuyun. Onu başa düşəcəksiniz ki, heç bir qida vasitəsindən, heç bir qida məhsulunun yuxusuna belə girmir, gedib hüceyrədən yağ parçalamaq.